Bu hadisə eşqin təcəssümüdür və eşq insanları cəzb eləyir. Eşqin xoş qoxusu, ətri bütün dünyaya yayılır Aşura günü. İmam Hüseynə və Kərbəla şəhidlərinə əzadarlıq eləmək və onları yad etmək möfhumat deyil, xurafat deyil, gerililik əlaməti deyil, əksinə mütərəqqi olmağın göstəricisidir. 21-ci əsrdə insanlar hələ öz haqlarından danışır, deyir öz haqqın uğrunda mübarizə apar. Amma İmam Hüseynin 1400 il bundan öncə verdiyi dərs bundan ibarətdir ki, haqq üçün öz haqqından da keçə bilərsən, keçməlisən. İmam Hüseyin öz haqqı üçün yox, haqqın özü üçün canından keçir. İmam Hüseyin əleyhissalam öz yaşam haqqını başqalarına bağışlayır ki, bəşəriyyətə həyat bəxş eləsin. Bütün bəşəriyyət bu kimi insanlara çox borcludur. Bugün dünyada dəyər adına nəsə varsa, əxlaq adına nəsə varsa, mənəviyyat adına nəsə varsa, İmam Hüseynin rolu var bu işdə. İmam Hüseyin təkcə müsəlmanlara məxsus deyil, bütün bəşəriyyətə məxsusdur. İmam Hüseyin ideyaları bir millətlə məhdudlaşmır, hətta bir məzhəblə, hətta bir dinlə məhdudlaşmır. İmam Hüseynin mesajları ümumbəşəridir. İnsanlıq dərsi almaq istəyən insan İmam Hüseynə müraciət eləməlidir.